Salamlayıram hər birinizi əziz izləyicilərim. Bugün 26 aprel 2026-cı ildə 9-cu siniflərin sonuncu imtahanı olub. Yəni o suallara baxaq. Deməli, birinci sual 57-ci sualda qarışıq ədədi göstərin. 1 tam %3. Elə qarışıq ədəddir. Çünki 1 tam hissədir, %3 də kəsir hissə. Tam və kəsir hissədən ibarət olan ədədə qarışıq kəsir ədəd deyilir. Deməli, A variantı. İkinci, 58-ci sual. Sistem tənlik verilib. X çıxılsın 2y bərabərdir -3. 4x üstəgəl 3y bərabərdir -12. Deməli, bu hər tərəfini x-i 4-ə vursaq burada, -4-ə vursaq, olacaq -4x plus 8y bərabərdir 12. 4x üstəgəl ikincinin də olduğu kimi yazıram. Və tərəf-tərəfə toplayıram, olacaq. Deməli, -4x plus 4x gedəcək, bunlar gedəcək. 8-in üstünə gələcəm 3y, eləyəcək 11y bərabərdir. 12-lər də gedəcək, burada bərabərdir 0. Y də bərabərdir 0. Bizdən tənliklər sistemini hər iki həllini soruşur. X-in birinci tənlikdə, yəni bu tənlikdə gətirib yerinə qoysaq, x çıxılsın 2 vurulsun 0 bərabərdir -3. X də bərabərdir -3 olacaq. Deməli, -3 0 qiymətində bu tənliklər sisteminin -3 0 qiyməti tənliklər sisteminin həllidir. Y variantı. 59-da deməli 5 çıxılsın 4x kiçikdir -7 çıxılsın 5x. Bərabərsinin ən böyük tam həllini bizdən soruşur. Deməli, -4x -5x-i keçirərəm sola, üstəgəl 5x olacaq, kiçikdir -7 çıxılsın 5. X -4x üstəgəl 5x eləyəcək x kiçikdir -12. Və burada x kiçikdir -12. Ən böyük tam həllini soruşursa olacaq -11. Cavab Y variantı. 60. Deməli, 60-cı sualda ilk 100 natural ədədin neçəsi nə 2-yə, nə də 5-ə bölünmür. İndi biz baxırıq 2-yə bölünənlərə. 2-yə bölünənlər olacaq. Deməli, 100 bölünsün 2 bərabərdir 50. 5-ə bölünənlər 100 bölünsün 5 bərabərdir 20. Və 2 və 10-un əkobu, yəni 100-ü bölürük 10-a, hər ikisinin ortaq bölündüyü ədəd olacaq 10 dənə. Deməli, 50 ilə 20-ni toplayırıq, 10-u çıxırıq. Çünki burada həm 2-yə, həm 5-ə bölünənləri çıxırıq. Eləyəcək 70, çıxılsın 10, 60. Bu, həm 2-yə, həm də 5-ə bölünən ədədlərin sayıdır. Bizə bölünməyənləri soruşduğuna görə olacaq 100 çıxılsın 60 bərabərdir 40. 61-ci sual. 18 x kubu y 5 z'in üstü 4 vurulsun 25 z bölünsün 9 x kvadratı y. Y-lər ixtisar getdi. X-lar da getdi və z-lərdən də biri gedir burada. Bərabərdir. Deməli, 18 ilə də 9 gedir, burada qalır 2. 5 ilə də 25 gedir, burada qalır 5. Deməli, olacaq 2 vurulsun 5, vurulsun x. Aha, aşağıda isə z-in kubu qalacaq və bərabərdir. 10x bölünsün z-in kubu. B variantı. 61-ci suala baxaq. 61-ci sualda kubun tillərinin uzunluğunu 7 dəfə artırsaq, deməli kubun tili A-dır. Onun həcmi neçə dəfə artar soruşur. Tərəfi A-dırsa həcmi olacaq V bərabərdir A-nın kubu. Uzunluğunu 7 dəfə artıranda olacaq 7A kubu olacaq. Həcmi olacaqsə, deməli 7A-nın kubu bərabərdir 343A kubu. Yəni 343 dəfə artacaq. B variantı. Daha sonra 62-də 62. Paralelogramın kör bucağı iti bucağından 2 dəfə böyükdür. Bir dənə paralelogram çəkək. Deməli, paralelogramın kör bucağı iti bucağından 2 dəfə böyükdür. Bu alfa olsun, kör bucağı 2 alfa olsun. Və biz bilirik ki, 2 qonşu bucağın cəmi, yəni 2 alfa plus 3 alfa, 2 alfa bərabər
2 alfa üstəgəl alfa bərabərdir 180, 3 alfa bərabərdir 180, alfa da bərabərdir 60 dərəcə. Deməli, bu bucaqlar 60 və 120 dərəcədir. Paralelogramın bucaqlarını soruşur. Olacaq 60, 120, digəri də 120, 60 olacaq. Cavab C variantı. 64-cü sual. Bu 63-cü sual idi. 63. Deməli, 64-cü sualda bir tənlik verilib. 4-də 3y çıxılsın 2, çıxılsın 3, çıxılsın y bölünsün 5 plus 3 bərabərdir 0. Bunu ortaq məxrəcə də gətirmək olar. Hər tərəfini 4 və 5-in əkobuna vuraq. Olacaq 20-yə vuracaq. Bunun hər birini 20 və sağ və sol tərəfin hamısını 20-yə vuraq. Bərabərdir 0 vuraq 20. Deməli, olacaq burada 5. 5-i də vuracaq 3y çıxılsın 2-yə. 15y çıxılsın 10, çıxılsın. Bunlar ixtisar gedəcək 4. 4-ü vurarıq 3 çıxılsın y-ə. Olacaq 12 üstəgəl 4y plus 60 bərabərdir 0. 15y üstəgəl 4y, 19y bərabərdir. Mənfi 12, 22, deməli, 22 çıxılsın 60 olacaq. 19y bərabərdir. Mənfi 38, y də bərabərdir. Mənfi 2 olacaq. Cavab B. 65-ci sual. 65-ci sualda deməli tənasüf verib bizə 4-də 5 bərabərdir 2x-da 3. Bizdən x-i soruşur tapmağı. Deməli, olacaq 10x bərabərdir 12. X da bərabərdir 1,2. Cavab C variantı. 66-cı sual. Sahəsi 96 olan, diaqonalları 3-ün 4-ə nisbətində olan rombun hündürlüyünü tapın. Deməli, bir dənə romb çəkirik. Və sahəsi 96-dır. Bilirik ki, sahə S bərabərdir. D1 vurulsun D2 bölünsün 2 düsturundan tapılır. Bu da bərabərdir 96-ya. Diaqonalları D1 bölünsün D2 bərabərdir 3-ün 4-ə nisbətindədir. D1-ə deyirik 3K, D2-yə deyirik 4K. Gətirib bu tənlikdə sahə düsturunda yerinə qoyuruq. Olacaq 3K vurulsun 4K bölünsün 2 bərabərdir 96. Bunlar ixtisar gedəcək. Olacaq 6K-nın kvadratı bərabər 96. K kvadrat bərabərdir 16. 16. K da bərabərdir 4. K 4-dür. Bizdən hündürlüyü soruşur. Deməli, bunu belə bir düsturu var idi hündürlüyün. H bərabərdir. D1 vurulsun D2 bölünsün. Kök altında D1-in kvadratı üstəgəl D2-nin kvadratı. Yəni, şəkil üzərində də göstərə bilərik və bu düsturla da yaza bilərik. Deməli, D1-imiz K-nı 4 tapdıqsa, D1-imiz 3 vurulsun 4 bərabərdir 12. D2 isə 4 vurulsun 4 bərabərdir 16-dır. Olacaq 12 vurulsun 16, kök altında 12-nin kvadratı üstəgəl 16-nın kvadratı bərabərdir 12 vurulsun 16. 144-ün üstünə 256 gəlirik. Eləyəcək 400. 400-400-dən də çıxacaq 20. Bunları ixtisar eləyəcək 2-yə. Burada 10 qalsın. Burada 6. 6-nı 16-ya vuranda eləyəcək 96. 96-nı da 10-a böləndə eləyəcək 9,6. Cavab C variantı. Daha sonra 67-yə baxaq. 67-ci sualda 0,6 x plus 4 bərabərdir 0,8, 12 çıxılsın x. Biz bu sıfırları buradan ləğv edək. Hər iki tərəfdən deməli və 2-yə də bölə bilərik. Hər tərəfi qalsın, bölməsək də olar. 6x üstəgəl 24 bərabərdir 96 çıxılsın 8x. Olacaq 14x bərabərdir 2, 72. Həqiqətən deməli 72 elədi. X da bərabərdir 72 bölünsün 14. O da ixtisar gedəcək. 36 bölünsün 7 və 5,7-də 1 olacaq. Cavab Y variantı. Keçək 68-ci suala. Deməli 68-də deyir K-nın hansı qiymətində bu ifadə eynilik olar. 9A üstəgəl KB bərabərdir 9A üstəgəl B. Biz bunu vurub açada bilərik. Vurub açaq. Deməli 9A üstəgəl KB bərabərdir 9A üstəgəl 9B.
A hissələri bir-birinə bərabərdir. İkinci hissələr də bir-birinə bərabər edək. KB bərabərdir 9B, K da bərabərdir 9-a. Deməli, cavab A variantı. Keçək 69-a. 69-cu sualda deməli funksiyalar verilib, onları yazaq. Deməli, bu tənliklərdə biz bilirik ki, birinci yazmamışdan əvvəl qrafikdə bilirdik ki, tutaq ki, y bərabərdir 2x kvadratı, bir də y bərabərdir, tutaq ki, 3x kvadratı. Yaxud da 2-də 1-lə də göstərə bilərdik, yəni kəsrlə də göstərə bilərik. Məsələn, 3x kvadratı bura daha yaxındır, y oxuna daha yaxındır. 2x kvadratı isə bu daha yaxın olur bura, belə olacaq. Yəni, x oxuna yaxındır. Bir sözlə göstərmək olar ki, burada bu qrafiki silək. Bir sözlə göstərək ki, burada f(x) funksiyası j(x) funksiyası böyükdür f(x) funksiyasından. Deməli, burada j(x)'ı, yəni 2a çıxılsın 2-ni böyük yazırıq. 4a çıxılsın 16-dan. Olacaq mənfi 2a böyükdür mənfi 14. A da kiçikdir 7-dən. Və biz bunları ayrı-ayrı sıfırdan böyükdür də götürürük. Niyə? Çünki x oxundan yuxarıda yerləşib 2a çıxılsın 2 böyükdür 0. 2a böyükdür 2-dən. A da böyükdür 1-dən. 4a çıxılsın 16 böyükdür 0. 4a böyükdür 16. A da böyükdür 4-dən. Deməli, A böyükdür 1 və A böyükdür 4. İndi baxırıq burada. Bir də A kiçikdir 7-dən. A parametrini ala biləcəyi tam qiymətlərinin cəmini bizdən soruşur. Yəni, A böyükdür 4-dən, kiçikdir 7-dən olacaq 5 və 6. Qiymətlərin cəmini soruşur. 5 üstəgəl 6 eləyəcək 11. Daha sonra, deməli, baxaq 70-ci suala. 70. Fəhli 1242 detal hazırladıktan sonra onun aylıq planının 54% qaldı. Fəhlənin aylıq planı neçə detaldır? Deməli, fəhlə 1242 detal hazırladıktan sonra onun aylıq planının 54% qaldı. 1242-ni hazırlayıb 54% qalıbsa, biz 100-dən çıxırıq 54-ü, eləyəcək 46%-ni yerinə yetirib. Deməli, 46%-ni yerinə yetirib. Fəhlənin aylıq planı nə qədərdir? 100%-ə də olacaq x. X da bərabərdir. Deməli, 1242 vurulsun 100 bölünsün 46. Bunları hesablasaq, yəqin ki, bu 1246 ilə 1342 ilə 46 ixtisar gedəcək. İxtisar getsə olacaq bura 1, burada olacaq 27. 27-ni də vurarıq 100-ə, eləyəcək 2700. Cavab D variantı. 71-ci sual. 71-ci sualda deyir ki, iki daxili bucağının cəmi 149 dərəcə olan üçbucağın üçüncü bucağını tapın. Asan sualdır bu da. Deməli, iki daxili bucağın cəmi 149-dursa, biz bilirik ki, daxili bucaqların cəmi, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Ondan 149 dərəcəni çıxanda tapa bilirik ki, olacaq 31 dərəcə. 31 dərəcə üçüncü bucaq olacaq. A variantı. 72-ci sual. Deməli, 72-ci sualda kök altında 12 üstəgəl 4 kök altında 5 vurulsun. Kök altında 12 çıxılsın. 4 kök altında 5 bərabərdir. Biz bu ifadəni bir kökün altında yaza bilərik. 12 üstəgəl 4 kök altında 5 vurulsun. 12 çıxılsın. 4 kök altında 5 bərabərdir. Kök altında müxtəsər vurma kimi atsaq bunu, olacaq 144 çıxılsın 16, o da vuracaq 5-ə eləyəcək 80, bərabər kök altında 64, o da eləyəcək 8. Cavab 8. 73-cü sualda deməli bizə A və B-nin qiymətlərini verib və belə bir ifadə verib. A kvadratı üstəgəl 2AB plus B-nin kvadratı çıxılsın 7A çıxılsın 7B. Biz bu ifadəni müxtəsər vurma ilə yığaq. Yəni, bu ifadəni müxtəsərlə yığaq.
olacaq A plus B-nin mötərizə kvadratı çıxılsın 7-ni. Burada isə 7-ni mötərizə xaricinə çıxarsaq, olacaq A üstəgəl B. Və bu ifadələri yenidən A üstəgəl B-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardaq. A üstəgəl B deməli qalacaq A üstəgəl B çıxılsın 7 bərabərdir. Və bizdən A ilə B-ni verib, deməli A plus B ayrı hesablasaq, deməli A plus B bərabərdir. Hər dəfə bunu yazmayayım. Deməli 4 tam 13-də 5 üstəgəl 2 tam 13-də 8 olacaq. 6 tam 13-də 13 eləyəcək. Bu bizə verir 1-i. 6-nın üzərinə də 1-i gələndə eləyəcək 7. Və buradan deməli A üstəgəl B 7 vuraq. 7 çıxılsın 7. Bunlar da elədi 0. 7 vurulsun 0. Cavab eləyəcək 0. Keçək 74-cü suala. 74-cü sualda ondan kiçik mürəkkəb ədədlər çoxluğu ilə çoxluğu olan A, B isə 1, 2, 4, 10 çoxluğunun birləşməsinin elementlərinin sayını tapın. Deməli, bir Venn diaqramı çəkirəm. 74-cü sual. Venn diaqramı çəkirəm. Deməli, A, bu da olacaq B. A-nın elementləri hansılardır? Ondan kiçik mürəkkəb ədədlər. Deməli, ondan kiçik mürəkkəb ədədlər 9, 8, 6, 4 və yoxdur da 4. Aha. B-də isə B-nin elementləri isə 1, 2, 4, bir də 10. Deməli, bunların birləşməsinin elementlərini bizdən soruşur. Hər ikisinin kəsişməsi 4 ilə 4'lər deməli 4'dür. A-nın elementləri 9, 8, 10, 9, 8, 6, B-nin elementləri 1, 2, o da 10 olacaq. Və birləşməsi olacaq, elementlərinin sayını soruşur bizdən. Deməli 1, 2, 3, 4, 5, 6, 7 dənə onun elementlərinin sayı var. 7 dənə. Daha sonra 75-ci sual. 75-ci sualda bir çevrə verilib. Çevrədə mərkəzi O nöqtəsi və onun radiuslarını çəkək. Sonra, yəni digər vətərlərini çəkək. Adlandıraq. Deməli A, B, C, bu da O. Mərkəzi O nöqtəsi olan çevrədə AOC 104-dür. Bura 104-dür. ABC'nin dərəcə ölçüsünü bizdən soruşur. Deməli biz nə edirik? Mərkəzi bura, bunlar radiusdur. Və buradan biz göstəririk ki, radiusu belə də çəkə bilərik. Yəni əslində hər formada getmək olar. Bunlar radiuslardır və bir bərabərdir. Biz buradan 104'ü deməli belə də yaza bilərik. Buradan bir dənə radius yenə çəkək. Bura olsun alfa, bura olsun 104 çıxılsın alfa. 104 çıxılsın alfa. Bu da bərabərdir bir-birinə. Deməli, biz əslində dördbucaqla da getmək olar. Baxaq, düşünək görə buna necə getməliyik biz. Deməli, tam yazaq bunu. Mərkəzi O nöqtəsində olan mərkəzi bucağı 104 dərəcədir. Bura 104-dürsə, əslində rahat sual imiş bu. Deməli, diqqət eləmədik. Bu ABC, yəni bu hissə mərkəzi bucaq olduğuna görə qövs də 104 dərəcədir. Və bu qövs nəyə bərabərdir? Deməli, 360 dərəcədən 104 dərəcəni çıxaq. Eləyəcək. Deməli, 256 dərəcə. Deməli, olacaq 256 dərəcə. 256 dərəcədirsə, bura 256 dərəcədirsə, bu da daxilə çəkilmiş bucağıdır. Onun yarısı olacaq. Olacaq 128 dərəcə. 128 dərəcə. İndi baxaq 128 dərəcə. Deməli, indi baxaq biz 76-cı suala. Deməli, verilib bizə bir AB düz xətti. A, O, B. Və bir dənə Y, O, F. Bir də C, D.
Bizə deyir ki, A, B, C, D, Y, F düz xətləri bu nöqtədə O nöqtəsində kəsişir. AOC 24-dür. AOC. Bura 24-dür. 24 dərəcə. FOD 46-dır. FOD 46 dərəcədir. Bizdən soruşur ki, YOB bucağının dərəcə ölçüsünü. YOB bucağın dərəcə ölçüsünü bizdən soruşur. Biz bilirik ki, 46 dərəcənin qarşısı, yəni bura qarşılıqlı bucaqlardır, burada da 46 dərəcədir və AB açıq bucaq olduğuna görə 180 dərəcədən çıxırıq. 46 üstəgəl 24-ün cəmini olacaq 180 dərəcə çıxılsın, 70 dərəcə olacaq 110 dərəcə. Deməli, YOB bucağının dərəcə ölçüsü 110 dərəcə olacaq. 78-ci sual. 78. Deməli, A nöqtəsindən eyni zamanda 2 nöqtə, 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Nöqtələrdən biri hər 36 saniyədən bir, digəri 63 saniyədən bir A nöqtəsindən keçirsə, deməli 2 dənə çevrə çəkək. Və hər biri, yəni burada biri 36 saniyədən bir, digəri 63 saniyədən bir A nöqtəsindən keçir. Bu nöqtəni də biz A adlandıraq və bu nöqtədən keçir. Bizdən soruşur ki, bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsindən keçmələri üçün lazım olan müddəti tapın. Və ilk dəfə o zaman biz əbub tapırıq 63, 36 bərabərdir 6. Deməli, ilk dəfə keçdiyinə görə əbub yox, əkobu. Deməli, ortaq vuruq çıxarsaq burada olacaq 9, əkob. Əkob, deməli, 7, bir də 4 bərabərdir. 9 vurulsun, 7 vurulsun. Deməli, 63 vurulsun, 4, eləyəcək 240, o da 12, 252. Həmin müddət 252, yəqin ki, saniyə ilə götürüləcək. 79-cu sual. Deməli, tərəfləri bir-birinə paralel olan iki üçbucaq arasında qalan sahədən ibarət qaçış yolunun kənarına A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkildi. Deməli, bir dənə bu şəkli çəkirəm. Sonra digər şəkli çəkək. Və adlandıraq. A, B, C. D, Y, F. Bizə deyir ki, burada AB 120-dir. AB 120, AC 90, BC 150, DF isə 30-dur. 30. Və bizdən soruşur ki, cəmi neçə ağac əkildir? Biz baxırıq ki, cəmi neçə ağac əkildiyini soruşur. Burada biz deməli 90, burada ABC üçbucağı, YDF üçbucağı bir-birlərinə oxşardır. Deməli 30, 90. Burada yəni böyük üçbucağın tərəfi ilə kiçik üçbucağın tərəfi arasında 3 dəfə yəni fərq var. Yəni burada dəyişiklik var. Deməli burada olacaq AB 120-dirsə, YD olacaq 40. Sonra BC 150-dirsə, BC 150-dirsə, YD də olacaq. 7 də olacaq, deməli 50. Və biz kiçik üçbucağın perimetrini tapaq və təpə nöqtələrini də nəzərə alaq. 40 üstəgəl 30, üstəgəl 50. Eləyəcək 70 üstəgəl 50, 120 və bunu bizdən soruşur ki, hər 5 metr, yəni məsafə 5 metr olduğuna görə 5-ə bölürük, eləyəcək 24. Digər tərəfdə də böyük üçbucaqda biz tapırıq ki, 120 üstəgəl 90, üstəgəl 150 eləyəcək, deməli 210 dərəcə, 360 dərəcə, 210, 360 və 360-ı da biz bölərik 5-ə, eləyəcək, deməli, dəqiq hesabladıq mı? Bir dəqiqə. Olacaq 72 olacaq. Və 24 ilə 72-ni də toplayırıq, olacaq 96. 96, cəmi 96 ağac əkildi. 80-ci sual. Eyni koordinat müstəvisində 2 tənlik verilib, 2 çevrənin hərəsindən bir nöqtə götürülərsə, bu nöqtə arasındakı məsafə nə qədərdir? Birinci tənliyimiz x üstəgəl 3-ün kvadratı üstəgəl y plus 2-nin kvadratı bərabərdir 16.
Digər x çıxılsın 5-in kvadratı üstəgəl y çıxılsın 4-ün kvadratı bərabərdir 9. İki çevrənin hərəsindən bir nöqtə götürələrsə, bu nöqtələr arasındakı ən böyük məsafəni bizdən soruşur. Deməli, birincinin radiusu r bərabərdir. R bərabərdir 4-dür və təpə nöqtələri burada -3 və 2-dir. İkincidə r bərabərdir 3-dür, təpə nöqtələri 5 və 4-dür. Burada deməli radiusu 4 və radiusu 3 olan 2 dənə çevrə çəkək. Deməli çevrənin biri budur, digəri də budur. Və biz göstəririk ki, radiusu 4 olan çevrə, digərinin də radiusu 3-dür. 3. Və bizdən soruşur ki, bu nöqtə deməli onlar arasındakı iki nöqtə arasındakı məsafə düsturuna görə buradan tapırıq ki, deməli AB bərabərdir kök altında 5 çıxılsın 3-ün kvadratı, yəni 5 çıxaq 5 üstəgəl 3-ün kvadratı üstəgələk 4 çıxılsın 2-nin, yəni 4 üstəgəl 2-nin kvadratı bərabərdir 8 64 üstəgəl 36 bərabərdir 10 eləyəcək. Deməli, iki çevrənin radiusları arasındakı məsafə 10-dur. Yəni buradan bura kimi məsafə 10-dur. 10-dursa 7-si buradadır. Bura qalır 3. Bizdən soruşur bu nöqtələr arasındakı ən böyük məsafəni. İki çevrənin hərəsindən bir nöqtə götürülür. Aha, bunlar arasındakı ən böyük məsafə, yəni buraları da götürəcəyik, olacaq deməli 4, 3. Və ən böyük məsafə orta 10-dursa, onun üzərinə də gərək 7-ni eləyəcək 14. 81-ci suala baxırıq. Deməli, 81-ci sualda məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəd. Məxrəci 7-dən böyük olsun. Yəni 8-də 1, 8-də 2, 8-də 3, 31-dən kiçik natural ədəd. Yəni ancaq məxrəcləri 30-da tutaq ki 1. Yəni biz baxırıq ki, burada neçə dənə kəsir var. Məxrəci 27-dən böyük, 31-dən kiçik neçə dənə kəsir var. Deməli, 30-dan çıxırıq 8-i, 30-dan çıxırıq 8-i, üzərinə gəlirik 1-i. Çünki 30-dan 8 daxildir, olacaq 23 dənə kəsir. Və bu kəsirlərdən təsadüfən seçilmiş birinin sonlu onluq kəsir şəklində yazıla bilməsi hadisəsinin ehtimalını bizdən soruşur. Deməli, bu kəsirlər içərisində 8 sonlu onluq kəsir şəklində göstərmək olar. 9, 10, 10 olar. Hansı kəsirlər sonlu onluq kəsir şəklində göstərmək olurdu? Məxrəcində 2 olsun, məxrəcində 2, 5 olsun. Fərqi yoxdur, məxrəcində 5-lər iştirak edən olsun. Deməli, 8, 10, 16, 16, sonra 28, 25, 25, 20-də uyğun gəlir deməli. Silək bunu 20, 25 və 25 başqa varmı? Yoxdur. Deməli, bu qədər kəsiri sonlu onluq kəsir şəklində göstərmək olur. Məxrəcini deməli olacaq 23-də 5. Həmin kəsirlərin hadisəsinin ehtimalını bizdən soruşurdu. Olacaq 23-də 25. Bu qədər uşaqlar, yəni bugünkü imtahan suallarının izahı bu qədər. Sağ olun, salamat qalın.